Həyatımda yaşadığım bütün çətinliklərə rəğmən necə qurban psixologiyasına düşmədən yaşamımı davam etdirirəm. Bunun üçün çox sadə bir metoddan istifadə edirəm. Spesifik olaraq bu metodu hardasa görməmişəm və zamanla öz üstümdə inkişaf etdirmişəm bütün metodların qarışımı olaraq. Və bu metod oyun səhnəsi metodudur. Yəni həyatımı bir oyun səhnəsi kimi görürəm. Yaxşı bir şey yaşasam da, pis bir şey yaşasam da bilirəm ki, bunların mənə geri dönüşləri olur. Yaxşı bir şey yaşayıramsa, demək həyatda düzgün addımlarla addımlayıram. Yəni oyunu düzgün oynadığım üçün yaxşı mükafatlar alıram. Və əgər pis bir şey yaşayıramsa, demək oyunda nəsə yanlışlıq var və həmin yanlışlığa baxıb oranı düzəltməliyəm ki, o oyundan mənə mükafat gəlsin. Belə-belə getdikcə siz o dərinlik nöqtəsi dediyimiz yerə düşmürsünüz. Yəni qurban psixologiyasına düşmürsünüz. Çünki bilirsiniz ki, bunların hər biri sizi inkişaf etdirmək üçündür. Yaxşı şeydir, pis şeydir. Sadəcə diqqətli olmaq və niyə mənim başıma gəlir sualından vaz keçmək sizi hər zaman irəli aparacaq.